Tohidi başa düşən adamlar, tohidə qərq olan adamlar başqa cür yaşayır. Adam oxuyur, təəccüb eləyir. Ayətullah Bəhaəddinin oğlu deyir, çox təqvalı bir oğlu vardı. Özü də ruhani deyildi, bazarda işləyirdi. Çox iffətli deyir oğlan idi və bunun da ona çox məhəbbəti vardı. Deyir ki, mənim bu oğlum dünyadan köçəndə çox narahat oldum da, qəmləndim, oğul itkisi idi, ağır oldu mənə. Deyir ki, o vaxta qədər qəmli oldum ki, bərzəxdən ruhlar gəldi, başladı mənə başsağlığı verməyə. Yəni, bərzəx aləmindən ruhlar gəlib, mənə dedilər ki, başsağlığı verir, Allah rəhmət eləsin. Adamın yasına görsən, kimlər gəlir, məsələn, baxır, deyir, filan maşında, filan adamda. Adam da var, yasına o tərəfdən gəlirlər, başsağlığı verməyə. Deyir, elə bir onların halından övladımın halını hiss elədim və aram oldum. Qəribə adamdır, məsələn, dərsdə oturub deyir, mənim filan tələbəm var idi ya. İndi tələbəsi dünyasından köçüb. Mənim filan tələbəm var idi ya, yadınızdadır. O, çox da belə dərin savadı yox idi. İndi dünyadan köçübdə, o gün o ilə danışırdıq, elə bilməsən, diri adamla danışır. O gün o ilə danışırdıq, bəzi mənə şeylər dedi ki, mənim fikrimi dəyişdi. Orada sən demə mərifəti artıb onun, çoxalıb. O tərəfə gedib, gözü açılıb, çox şeylər başa düşüb. Özü deyir, Əllamə Bəhaəddin deyir ki, mən çox şeir oxumuşam. Mərhum Şəhriyarın Əli Eyhumay Rəhmət şeiri mənə o qədər ləzzət elədi ki, deyir, dua elədim, Allah ondan bərzəx çətinliklərini götürdü. Görün, nə qədər əzəmətli adamdır. Girişdirsə duaya, mən həll eləyəcəm. Demir, problemim var, sən gelirsən, o tapşırır kiməsə. Bu da belə bir adamdır. Görür ki, onun orada bir balacada indi nəsə problemi var bərzəxdə. Deyir, mən dua elədim, onun orada çətinliyini həll elədim.